Hello everyone, herkese salamlar. Bugün sizlerle 7. sınıf İngiliz dili dersiyle sayfa 104 ve 105 işleyecek. Bölümümüzün adı listening'dir. Bugün dinlemeler başlayacağım. Gəlin tapışıq birə baxaq. Discuss the questions with a partner. Partnerinlə sualları müzakirə et. Are there many cinemas in your hometown? Yaşadığın yerdə çoxlu sinemalar varmı? Eğer varsa yazıyorsunuz yes in my hometown there are many cinemas. Eğer yoksa yazıyorsunuz no in my hometown there are no cinemas. No cinemas. İkinci, do you like going to the cinema? Why or why not? Deyir ki sen gitmeyi sevirseniz sinemalara. Ya eğer sevirsinizsə yazırsınız I like going to the cinema ve niye gitmeyi sevirsiniz? Sevmirsinizsə yazacaksınız I don't like going to the cinema, niye gitmeyi sevmirsiniz? How is it different to watch a movie at the cinema? Sinemada film izlemek necə müxtəlifdir? Özünüzün görəcəksiniz. Mesela necə fərqlidir sizin üçün sinemada izləmək yazacaqsınız. İndi gəlirik exercise number 2. Tapşırıq 2 baxma. Listen to the talk and answer the questions. Deməli, dinləməyə qulaq as və sualları cavablandır. Gəlin qulaq asmağı baxmayarkən oxuyaq. Track 13-1. Track 31'i oxuyaq. Thank you for calling City Cinema. Şəhər sinemasına zəng etdiyiniz üçün təşəkkür edirəm. If you want to get information about our cinema press, if you want to talk to the operator press 2. Press 1 and press 2. Eğer sinemamız hakkında informasiya əldə etmək istəyirsinizsə press 1, yəni 1-i basırsınız. Eğer operatorla danışmaq istəyirsinizsə 2-ni basırsınız. The cinema is open from 9 AM till 11 PM. Sinema saat 9'dan 11'e kimi açıqdır. You can find different types of movies in our cinema. Sən bizim sinemamızda müxtəlif film növləri tapa bilərsən. The ticket price depends on the movie and time you choose. Bilet qiyməti sənin seçdiyin movieyə, yəni filmə və vaxta görə asılıdır. It changes between 2 minutes and 10 minutes. O 2 manat və 10 manat arasında dəyişir. Every spring we have film festivals and we show movies from different countries. Hər yaz bizim film festivallarımız olur və biz müxtəlif ölkələrdən filmlər göstəririk. This week we show British movies. Bu həftə biz Britaniya filmləri göstərəcək. The tickets cost 6 minutes. Deyir ki, bilet 6 manatdır. But we have special discounts for students this week. Amma bizim bu həftə şagirdlər üçün xüsusi qiymət var. The student tickets cost 3.50 capik. Deyir ki, uşaqlar üçün bilet 3 manat 50 qəpikdir. Don't forget to visit our new cafe. Bizim yeni kafemizi ziyarət etməyə unutma. It is next to the main hall. O əsas hallun qarşısındadır. The old cafe won't work for 2 months. Köhnə kafe 2 ay işləməyəcək. If you want more information about cinema schedule, please visit our website. Əgər bizim sinemamız və cədvəlimiz haqqında məlumat almaq istəyirsinizsə, zəhmət olmasa bizim web saytımıza geri dönüş et. Deməli, tapşırıq 2-də deyir ki, what number did the caller choose?
Deyir, zəng edici, yəni zəng edən hansı nömrəni seçdi. Burada 913 ola bilməz. 1 ilə 2 var. 1-də informasiya alırdı. 2-də də operatorla danışırdı. Burada 1-dir, çünki o informasiya aldı. Listen to the talk and complete the notes. Listening'e qulaq as və deməli cümlələri, notları tamamla. Deməli, the name of the cinema. Sinemanın, filmin, sinemanın adı City Cinema. Yazaq City. Bir dəqiqə bunları sileyim. City Cinema. Ticket prices. Bilet qiymətləri change according to the type of movie. Filmə görə və time, vaxta görə dəyişir. Time. Film festivals. Each year spring, yəni yazda olurdu. Spring. Bir dəqiqə uşaqlar. This week hansı filmlər? British. Britaniya. Ticket price this week. Bu həftə bilet qiymətləri 6 manat. 6 manat idi deyəsən. 6 manat for students. Şagirdlər üçün 3 manat 50 qəpik. Yəni 3.50 qəpik. Cafe. The old cafe closed for 2 years. 2 months deyildi. Bir dənə qayıdaq əvvəldən. This 2 months. Deməli, gəlin qaydaq səhifəyə. Aha, 2 months. Tapşırıq 4-ə baxaq. Look at the pictures from website of City Cinema and match them to the sentences. Aha. Burada nə deyir ki? Deyir ki, deməli, City Cinema olan web saytımıza bax, şəkillərə bax və onları cümlələrə uyğun qruplaşdır. Okay. Burada baxın, nə deyir? Confirm. Deməli, go on our website 0-cıdır. Görürsünüz, burada go on website, yəni web saytın adını yazır. Choose a date, language, and then click on places. Deyir ki, nə deyir ki? Günü, dili və getdiyin yeri kliklə. Bu qalsın, baxaq. Enter your email address and card details, pay for your tickets. Choose the place and click confirm. Choose the movie and click on it. Şəkilləri uyğun qruplaşdırmalıyıq da. Deməli, əziz şagirdlər, burada choose a date, language, and then click on places. Deyir, günü və dili seçin, sonra yerə uyğun klikləyin, yəni basın. Burada görürük, ikinci şəklə uyğun gəlir, dili də seçib və günü də seçib, yəni 2-yə B gedir. Enter your email address and card details and pay for your tickets. Email və kart detallarını daxil et və biletini ödə. Bu 4-cü şəklə uyğun gəlir. Email, payment. Yəni, bura 4-cü şəklə uyğun gəlir. Bir dəqiqə. Choose your places and click confirm. Bura 3-cü şəklə uyğun gəlir. Deyir, filmi seç və təsdiq düyməsinə bas. Bura 3. Choose the movie and click on it. Burada 1 gedəcək. Exercise number 5-a baxaq. 5-ə baxaq. Ask and answer the questions. Soruş və sualları cavablandır. Bu suallar əslində partnerinizlə sualları bir-birlərini müzakirə edə bilərsiniz. Gəlin, mən tərcümə edeyim, siz də cavablayarsınız. Is it easy to buy tickets online? Why or why not? Online bilet almaq asandır. Niyə ya da niyə yox?
Asansa niyəsini yazırsınız. Asan değilsə niyə asan deyil yazacaqsınız. When was the last time you bought something online? Nə vaxtsa online aldığın vaxt nə vaxt idi? Nəsə online almısansa bu nə vaxt idi? Yazacaqsınız. What things do people usually buy online in your country? Ölkəndə ən çox online nə alırlar? Nə alırlarsa qeyd edərsiniz. Ümid edirəm izahımız sizə aydın oldu. Növbəti videoçaqlarda görüşənədək. Hələlik.